Bismillahirrahmanirrahim. Değerli dinleyiciler, böyle bir sual verirler ki, axı biz bir işi görməmişdən qabaq nəzr eləyirik ki, mənim bu işim düzəlsə, Allah sənin yolunda filan işi görərəm. Məsələn, oğlum əsgərlikdən qayıtsa, sağ-salamat və yaxud hər hansı bir işim düzəlsə, Allah sənin yolunda filan işi, filan xeyriyə işi mən görərəm. Bu Allah'la şart değil mi? Bugün aktual suallardan budur. Dünenlerde mümin kardeşlerden biri bu sualı vermişti. Ben istedim ki elə bunu cevaplandırım. Evvelce dedim ki belə bir Allah'la razı niyaza deyərlər nəzir. Nəzir də deyərlər, əhd də deyərlər. Allah'la bağlanan əhd-i peymana nəzir deyirlər. Şimdi Kur'an-ı Kerim'e dikkat eləyəndə Kur'an-ı Kerim'de de nəzir sözü keçib və bu əhd təsdiqlənib. Birincisi İnsan suresinin 7. ayəsinə baxsaq, buyurur ki, yufuna bin nazir və yaxafuna kana şerruhu mustatira. Onlar öz əhdlərinə, yufuna bin nazir, öz nəzlərinə vəfa eləyərlər və yaxafuna, qorxarlar o gündən ki, yaxafuna yevmen, qorxarlar o gündən ki, kana şerruhu mustatira. O günün şerri gizlidir. Bu da Əhl-i Beyt hakkındadır ki, onlar da İnsan suresinde bu ayədən qabaqki ayədə də işarə olunub ki, Əhl-i Beyt imamı Həzrəti Ali aleyhisselam övladları xəstələnmişdi. Həsəneyn xəstələnmişdi. Onlar üçün nəzr elədilər. Bu ayədə də buyur ki, onlar öz nəzrlərinə vəfa etdilər. Qorxdular ki, kıyametin günü o gün kana şerruhu mustatira. O günün şerri gizlidir. Bu da təfsilatıyla danışmaq olar, amma qısa şəkildə qeyd edirəm. Sonraki Həcc ayəsinin 29-cu ayəsidir. Həcc surəsinin 29-cu ayədə də Uca Rəbbimiz buyurur ki, summəl yəğzu təfəsəhum vəl yufu nuzurahum vəl yettevvafu bil beytil atiq. Bu ayədə də buyurur ki, sonra onlar həcc ayinlərini tamamlasınlar. Yəni hacılar, hacda olanlar həcc ayinlərini tamamlasınlar. Nəzirlərini yerinə yetirsinlər. Vəl yufu nuzurahum. Nəzirlərini yerinə yetirsinlər və qədim evi təvaf etsinlər. Bu ayədə də görürsünüz ki, nəzir kəlməsi keçib. Məryəm suresinin 26. ayəsidir ki, buyurur ki, inni nəzərtu lirrahman savman fələn ukellimel yevme insiyya. Hazreti Məryəm nəzr orucu tutmuşdu. O vaxtda da belə bir qayda var idi ki, nəzr orucu deyilən bir oruc var idi. O orucun şərtlərindən biri də danışmamaq idi. Hazreti Məryəm də həmin orucu tutur, nəzr orucunu tutur və gəlirlər, deyirlər ki, bu uşaq, təzə dünyaya gələn uşaq Hazreti İsa sənin üçün hardandır? Hazreti Məryəm də dedi ki, mən işarə elədi ki, mən sukut orucu tutmuşam, mən danışa bilmərəm və bu növlə də Hazreti İsa beşikdə danışdı, öz haqq olmağını sübut elədi və Hazreti Məryəmin də paklığına bir dəlil oldu. O oruc da deyirlər ki, sukut orucu idi. Düzdür, keçmiş dövrlərdə o sukut orucu olub, amma sonuncu Peyğəmbərin dövründə bu nəsx olundu. Yəni buna əməl olunmaq icazə verilmədi. Bu da Hazreti Məryəmin orucundan danışır bu ayədə. Ümumiyyətlə Quran-ı Kərimə biz diqqət eləsək, Quran-ı Kərimdə bir neçə ayədə nəzr eləməkliyi təsdiq eləyir. İndi o adamlar ki, deyirlər ki, qabaqcadan bir şey demək ki, Allah bu işi düzəlsə bu iş, mən bu işi müqabilində sənin yolunda nəzr eləyərəm, bunun heç bir problemi yoxdur. İndi fərz eləyək ki, bir adam hələ işi düzəlməmiş nəzr elədi. Bu sualda qoymaq olar. Bir adam işi düzəlməmiş nəzr elədi, götürdü, verdi də. Allah yolunda hələ işi düzəlməmiş, o Allah yolunda nəyisə verdi. Fərz eləyək düzəlmədi onun işi. Allah məsləhət bilmədi, onun işi düzəlmədi. Onda belə çıxır ki, Allah borcludur o insana.
bu təfəkkür hər iki tərəfdən görsən düzgün nəticə vermir. Ona görə Quran-ı Kərimdə bunu təsdiqləyir ki, qabaqcadan nəzr verəsən, nəzr vermək o qədər mühüm deyil. Elə bir insan əgər nəzr eləsə ki, mənim bu işim düzəlsə, mən sənin yolunda Allah iş düzələndən sonra nə isə verərəm, heç bir problemi, heç bir müşkili də yoxdur və Quran-ı Kərimdə də bu dediyim ayələr də həmin məsələni təsdiqləyir. Allah hamınızdan razı olsun.